Elçin Əlbəylinin təqdimatında Baku TV-nin efirində yayımlanan aktual gündəm verilişində gərginlik yaşanıb. Gündəm 24 xəbər verir ki, hansı inanclar batil hesab olunar mövzusunda aparılan müzakirədə efirin qonaqları ilahiyyatçı psixoloq Fazil Əhməd, millət vəkili Ceyhun Məmmədov, eləcə də dinşünas Elşad Miri olublar. Verilişdə Elşad Mirinin "Həcc bizim bugünkü dediyimiz həcc deyil" sözü qalmaqal yaradıb. Belə ki, dinşünas Elşad Miri deyir ki, qara daşı fırlanıb içərisində İbrahim Peyğəmbərin ayaq izi olduğu iddia edilən Məqam İbrahimdə 2 rükət namaz qılmaq və ya Səfa Mərvə təpələri arasında səfər həcc ziyarəti sayıla bilməz. Gələndən sonra nə dəyişir və ya orada nə dəyişir? Deyirlər həccə kim çağırıb? Quran-ı Kərimdə Həcc surəsinə baxsaq görərik ki, İbrahim Peyğəmbər. Əgər İbrahim Peyğəmbər hər kəsi həccə çağırıbsa, niyə öz oğlu İshak, İshakın oğlu Yaqub, Yaqubun oğlu Yusif ora gəlmədi? Hətta Musa və İsa Peyğəmbərlər də ora gəlməyib. Səbəb? Biz bu məsələyə daha geniş aspektdən baxsaq görərik ki, əslində bugün həcc anlayışını dini biznesə çevirmişik. Fırlanmaq, təvaf, kişi qadın çılpaq bədənə ehram geyinmək və ya qara daşı öpməkdən ötəri bir-birini qırmaq. Bu İslam deyil, deyə Elşad Miri açıqlama verib. Elşad Mirinin bu açıqlamalarına millət vəkili Ceyhun Məmmədov bəs bizim insanlarımız həccə getməsin, həcc ibadəti İslamda vacib deyil sualına Elşad Miri, bəli, bu həcc deyil cavabını verib. Bəs siz bu mövzu ilə bağlı nə düşünürsünüz?